Mənfi 3x plus 2y plus 4 bərabərdir 0 və mənfi 2 çift x çift bərabər 4 olarsa y-in aldığı tam qiymətlərin cəmini tapın. İlk öncə mənfi 3x plus 2y plus 4 bərabərdir 0 tənliyində x-in qiymətini tapaq. Mənfi 3x bərabərdir. Müsbət 2y bərabərliyin sağına mənfi olaraq keçir. Müsbət 4 bərabərliyin sağ tərəfinə mənfi olaraq keçirsək və hər tərəfi mənfi 1-ə vursaq 3x bərabərdir 2y plus 4-ə bərabər olacaq. Buradan x-in qiymətini tapmaq üçün bərabərliyin sağ və sol tərəfini 3-ə bölək. Deməli, x-in qiymətini biz tapdıq. 2y plus 4 bölünsün 3. Gətirib x-in qiymətini digər bərabərsizlikdə yerinə yazaq. X-in yerinə yazırıq. 2y plus 4 bölünsün 3. Çiftdir bərabərdir 4-dən, böyükdür bərabərdir mənfi 2-dən. Kəsirin məxrəci 3-ə bərabərdir. Məxrəci yox etmək üçün bərabərsizliyin hər iki tərəfini 3-ə vuraq. Mənfi 2 vurulsun 3, çiftdir. 3 ilə 3 ixtisar gedir. 2y plus 4 qalır. Çiftdir bərabərdir 4 vurulsun 3-dən. Buradan mənfi 6 çiftdir. 2y plus 4-dən, o da çiftdir bərabərdir 12-dən. Bərabərsizliyin hər tərəfinə mənfi 4 əlavə edək. Mənfi 6 plus mənfi 4 çiftdir. 2y plus 4 plus mənfi 4 çiftdir bərabərdir 12 plus mənfi 4-dən. Mənfi 6 plus mənfi 4. Hər ikisi mənfi olduğu üçün toplayıb qarşıdan mənfi yazırıq. Çiftdir. Müsbəti 4 ilə mənfi 4 islah olur. 2y qalır. Çiftdir bərabərdir 12 plus mənfi 4. Biri müsbət digəri mənfi olduğu üçün böyükdən çift çıxıb böyüyün işarəsini yazırıq. Baxın, biz y-i aldığı tam qiymətləri tapmalıyıq. Buna görə bərabərsizliyin hər tərəfini 2-yə bölək. Mənfi 10-u 2-yə bölsək mənfi 5. Çiftdir. 2y 2-yə bölsək y, 8-i də 2-yə bölsək 4-ə bərabər olacaq. Bizdən y-in aldığı tam qiymətlərin cəmini soruşur. Y göründüyü kimi burada mənfi 5 almır. Mənfi 5-dən böyük 4 və 4-dən çiy ədədlər alır. Yəni mən bu ədəd oxunda göstərəsi olsam mənfi 5 almır, amma 4 alır. Və 4-dən çiy qiymətlər. Baxın, mənfi 5 4 aralığında yerləşən tam ədədlər. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4-dür. Göründüyü kimi bu ədədlərin də cəmi mənfi 4, müsbət 4 islah olur, 0-a bərabər olur cəmi. Mənfi 3, 3 cəmi 0-a bərabərdir. Mənfi 2, 2 cəmi 0-a bərabərdir. Mənfi 1, 1 cəmi 0-a bərabərdir. Göründüyü kimi bunların ümumi cəmi 0-a bərabərdir.